Həyat elə gətirib ki, mən 25 il məhbusluq həyatı yaşamış insanla da yol yoldaşı olmuşam. 15 illik məhbusluq həyatı yaşamış insanla da yol yoldaşı olmuşam. Nə mənada yol yoldaşı olmuşam? Yəni o sürüb, mən yanında oturmuşam. Yüksək çinli polis əməkdaşları ilə da, İminavoy DP əməkdaşları ilə da yol yoldaşı olmuşam. Nəyi söyləmək istəyirəm? Pravanı nə cür alırsınız, alın. Yol hərəkəti qaydaları oxuyun. Avtoşkolaya getsəz daha yaxşı. Yəni sənə istəyir bıvşi məhkum, yolda 30 illik praktikası olmuş bir insan yol hərəkəti qaydalarını başa salsın və yaxud da istəyir ki, polis əməkdaşı, onlar heç biri avtoşkolada öyrədilən qayda qanunların yerin vermir. Konkret, məsələn, Sumqayıtda qabaq avtoşkola var idi, Mehdi Hüseynzadə adına stadionun yanında. Mən məhz orada təcrübə bilikləri orada keçmişəm. Yəni orada da müəllimlər hamısı da olmasa bir qismi vicdanlı idi, konkret başa salırdı yol hərəkəti qaydaların, o necə ki atanın övlada ürəyi yanır deyir ki, bala ata oğluna maşın sürməyi öyrədəndə birinci pavarotnikə görə danlayır, pavarotnikə görə vurur ki, mütləq pavarotnik vur, zamoku söndürüb xalastoyda sürmə. Yəni bütün bunları deməkdə məqsədim odur ki, mütləq yol hərəkəti qaydaları ilə tanış olun. Avtoşkolaya getsəz lap gözəl, yəni bu dəqiqə elə vicdanla dərs keçən müəllimlər var. Yol hərəkəti qaydaları sağ qalmağın tövsiyəsidir, yoludur. Sağ qalmağı bu trafikdə, kalabalıqda necə sağ qalmaq qaydalarıdır. Bu qədər.